Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? Çox üzlü prizmada bu dəfə Rusiya-Ukrayna müharibəsini müşahidə edirik. Bu savaş xüsusi hərbi əməliyyat adı altında başladı. Tarix 2022-ci il 24 fevralı göstərəndə Kreml hücum əmrini verdi. İlk həmlə həm sarsıdıcı, həm də gözlənilməz idi. İstiqamət əsas hədəflərə doğru idi. Kiyev, Xarkov, Odessa və digərləri. Ukrayna isə planlaşdırılan kimi bir gündə süquta uğramadı. Əslinə qalsa, illər keçsə belə təslim olmadı. Bu da Rusiyanın misli görünməmiş zəfər planlarını alt-üst etdi. Silahların qarşılıqlı atışması sürətlə müharibəyə çevrildi. Dünya bu qəfil toqquşmadan çaşqınlığa düşdü. Qərb Rusiyanın addımlarını beynəlxalq hüququn və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirdi. Ukraynanın qəhrəmancasına müqavimət göstərməsi isə beynəlxalq aləmdə simpatiya oyatdı. Artıq onun Qərb Rusiya qarşı durmasına çevrilməsi qaçılmaz idi. Rusiya Ukraynanı əvvəlcədən xəbərdar etmişdi, amma Kiyev NATO ilə əməkdaşlığı genişləndirmək qərarına gəldi. NATO qoşunlarının Rusiyanın sərhəddində və Xarkov yaxınlığında yerləşməsi Rusiyaya qətiyyən lazım deyildi. Daha əvvəl Krım məsələsi sürətlə həll edildi, çünki orada NATO bazalarının yaradılması planlaşdırılırdı. Rusiya dəfələrlə xəbərdarlıq etdi, amma Ukrayna öz yolunu seçdi. Şimdi Rusya 2022'de Ukrayna'ya müdahale ederken aslında Ukrayna'yı tamamen ele geçirmeyi falan planlamamıştı. Rusya Ukrayna'yı kontrol altında tutmak için Ukrayna'yı ya böyle bir askeri harekat düzenledi. 1994'ten beri nükleer memorandum imzalandığından beri Budapeşte memorandumu Ukrayna sürekli Avrupa yanlısı bir tavır takındı. Rusya da kendi bölgesinde bir ülkenin Avrupa Birliği ile çok içli dışlı olması istemediği gibi NATO'nun da kendi sınırlarına çok yaklaşması istememekte. Rusya Ukrayna'yı yumuşak güçle kontrol altına alamayacağını bildiği için burayı çatışma haliyle bu ülkeyi kontrol altına tutmaya çalışıyor. Ukrayna'yı hem Avrupa Birliği'nden uzak tutuyor hem de Ukrayna'da faydalanıyor. Tampon bölge olarak faydalanıyor. Hesab eləyirəm ki, Rusiyanın Ukraynaya təcavüzü hələ də beynəlxalq ictimaiyyətin birliyini lazımi səviyyədə gücləndirməyib. Biz bir sıra ölkələrin hərbi sənaye kompleksini inkişaf etdirdiyini, hərbiyə daha çox vəsait ayırdığını, ordunu gücləndirdiyini görürük. Amma hələlik bu beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb ölkələrinin müharibəyə hazır olduğunu göstərmir. Mənə elə gəlir ki, dövlətlər Rusiya ilə mənasız hərbi münaqişədən yayınmağı seçir. Amma təcrübənin də göstərdiyi kimi, Rusiyanın təcavüz üçün xüsusi bəhanələrə ehtiyacı yoxdur. O bunu özü icad eləyir. Bu baxımdan təəssüf ki, qlobal birlik və ya Qərb ölkələrinin birliyini görürük demək yetərli deyil. Çünki sülh şəraitində yaşayan ölkələr davamlı müharibə şəraitində yaşamağın nə olduğunu bilmir. Bir həftəlik, hətta bir aylıq bura gələnlər hələ də başa düşmürlər ki, Rusiyanın təcavüzünə məruz qalıb dağıntı şəraitində yaşamaq necə olur? Məsələnin geosiyasi aspekti hərbi tərəfindən daha mürəkkəb hal aldı. Maraqlısı odur ki, bu savaş Qərb birliyini möhkəmləndirdi. ABŞ, NATO və Avropa İttifaqı Ukraynanın arxasında dağ kimi dayandıqlarını nümayiş etdirirdilər. Rusiya isə yeni müttəfiq axtarışına çıxıb anti-Qərb oxunu formalaşdırdı. Çin, İran, Şimali Koreya və Belarusdan ibarət komanda topladı. Dünyanı hökumətlər yox, transmilli korporasiyalar idarə edir və hökumətləri öz məqsədləri üçün istifadə edirlər. Qərbin Ukraynaya ehtiyacı yoxdur.
Məqsəd onu zəiflətmək və resurslarını ələ keçirməkdir. Ukraynada resurslar çoxdur. Tarixi misal kimi 2-ci Dünya müharibəsində qara torpaqların kəsilib Almaniyaya necə daşındığını xatırlamaq olar. Hazırda Trump Ukraynada həm sülh tərəfdarı imici yaratmağa, həm də öz biznes maraqlarını qorumağa çalışır. Qərb sadəcə müşahidə edir. Əgər həqiqətən yardım etmək istəsəydi, Ukrayna ordusu indiki vəziyyətdə olmazdı. Тогда украинские войска сейчас были бы не там, где они находятся. Dünyadaki bütün devletlerin başına gelen insanların devlet bilgisi ve becerisinin olması gerekiyor. Yani bir öğretmenin devleti yönetemeyeceği gibi bir komedyen de devleti yönetemez. Öngörüsü olamaz. Öngörü sahibi değildir. Diplomasiyle ilgili, dünya siyasetiyle ilgili, savaş tarihi ve harekatları ile ilgili bir bilgisi yoktur. Zelenski, Ukrayna'yı biraz daha batıya yaklaştırmak için Fransa ve İngiltere'nin bir nevi projesi olarak Ukrayna'ya yerleştirilmiş bir devlet başkanı. Fransa'nın şöyle bir projesi vardı ve Güney Kafkasya'ya yerleşmeye çalışan bir devletti. Gürcistan'da Zurabishvili'yi getirdi. Paşinyan'ı Ermenistan'da destekledi. İran yönetimiyle zaten perde arkasına çok fazla ilişkileri var. Fransa kendisine Güney Kafkasya'da bir Fransız kuşağı devletleri kurmaya çalışıyordu. Rusya'ya daha yaklaşabilmek için Doğu Avrupa'da Ukrayna'yı kendisine bir uydu devleti olarak planlıyordu ki Rusya bunu çok önceden öngördü. İlk növbədə Şimali Koreya və İran bu müharibədə Rusiya üçün əsas tərəfdaşdır. Bu ölkələr beynəlxalq hüququ, insan haqlarını pozmaqla tanınır. Şimali Koreya Ukraynaya qarşı döyüşmək üçün qoşun göndərir, İran silah verir. Beynəlxalq ictimaiyyətin etməli olduğu şey Rusiyanı və Ukrayna vətəndaşlarının öldürülməsini dəstəkləyən rejimlərə qarşı birləşmək və daha təsirli sanksiyalar tətbiq eləməkdir. Təəssüf, Ukrayna üçün başsağlığı vermək kifayət eləmir və beynəlxalq ictimaiyyətin mövqeyi bunun üçün hələ kifayət qədər yekdil deyil. Ukrayna isə xalqının biləyi ilə təhlükəni sovuşdursa da, yalnız ümidlərlə sağ qalırdı. NATO-ya və Avropa İttifaqına üzv olaraq tamamilə qərbli olmaq ümidi ilə. Amma bu şirin vədlərin reallaşması o qədər də asan deyildi. По уставу Евросоюза страна, на территории которой Avropa İttifaqının qaydalarına görə ərazisində hərbi toqquşmalar olan ölkə üzv ola bilməz. Xüsusi qərar lazım olsa da, bütün üzvlərin razılığı şübhəlidir. Məsələn, Orban veto verəcək. NATO-da da eyni qaydalardır. Yalnız kömək göstərməkdə razılıq əldə oluna bilir. Zelenski torpaq təhvilinə demək olar ki, hazır idi. Amma Ukraynada izah etdilər ki, bunu etsə hər hansı Ukraynalı patriot onu bir gün məhv edə bilər. Amerika Birləşmiş Ştatları isə ona xatırlatdı ki, Biden'dan humanitar yardım alarkən pulların bir hissəsini Birləşmiş Ştatların banklarında saxlayıb. Müqavimət göstərsə, cinayət işi açıla bilər. Bu göstərir ki, təcrübəsiz siyasətçi prezident olarsa, pis nəticələr qaçılmazdı. Avrupa Birliği de kendisine üye olacak devletin bir kere egemen olmasını, herhangi bir ülkeyle sorun yaşamamasını istiyor. Her ne kadar destekleseler de bu önemli şart. Bunu istemiyorlar. İkinci bir konu, Avrupa Birliği'ne üye olması sürekli Rusya engelliyor ve Avrupa Birliği devletleri de Ukrayna'yı alırlarsa aralarının Amerika ile bozulacağını biliyorlar. Çünkü şu anda Ukrayna'daki tekel ABD ve Rusya arasında. Yani anlaşmalı bir şekilde Suriye'de olduğu gibi Avrupa Birliği devletleri de çok fazla Amerika Birleşik Devletleri ile aralarını bozmak istemiyorlar. Avrupa Birliği ve İngiltere, Ukrayna'nın Rusya ile bir şekilde savaşıp Ukrayna'nın Rusya bölgesinden çıkmasını çok istiyordu. Avrupa Birliği'ne katılmasını ve NATO'ya katılmasını çok istiyordu. Ama bunun için Amerika Birleşik Devletleri'ne direkt değil de bunun için ilk önce bir başarı elde edip Rusya'yı alt etmek istiyorlardı. O da olmadı. Bir ölkəyə əgər durmadan yardımlar gəlirsə, onun özünün iqtisadiyyatını inkişaf etdirmə məsələsi arxa planda qalır. O daha çox müharibəyə fokuslanır, daha çox müharibənin nəticələrini ortadan qaldırmağa fokuslanır və iqtisadiyyat bir növ geriləmiş olur. Və bu baxımdan düşünürəm ki, bu Avropa İttifaqı
İttifaqı da heç bir ölkə durduğu yerdə maliyyə yardımları, boşu-boşuna maliyyə yardımı etmir. Və bu gələcəkdə hansısa təbii resurslarla bağlı, hətta xatırlayırsınızsa son yaxın bir neçə ay ərzində Amerika hakimiyyətinin Ukrayna ilə görüşündə də bu müzakirə olunurdu. Təbii resursların qarşılığında maliyyə yardımlarının edilməsi və düşünürəm ki, bu cür maliyyə yardımlarının olunması əksinə gələcəkdə Ukraynanın təbii resurslarının ələ keçirilməsi və istehsal, orada həm resursun istehsalı, həm istifadəsi və digər şərtləri artıq xarici ölkələr tərəfindən, xarici ölkə şirkətləri, dövlətləri tərəfindən aparılmasına imkan yaradacaqdır. Savaşın uzanması təkcə regionda deyil, bütün dünyada bir yorğunluq ab-havası doğurdu. Bu yorğunluğun səbəbi təkcə hərbi qüvvələri dayanmadan Ukrayna üçün səfərbər etməkdən qaynaqlanmırdı. Məsələnin maddi üzü də var idi. Pul işin içinə girdikdə isə vəziyyət dəyişər. Savaşın iqtisadi tərəfi Qərbin Rusiyaya qarşı ilkin sanksiyaları ilə baş qaldırdı. Rusiya bankları SWIFT sistemindən çıxarıldı. Neft və qaz ixracına məhdudiyyətlər qoyuldu. Rusiya oliqarxlarının xaricdəki aktivləri donduruldu. Məqsəd aydın idi: Kremlin əl qolunu bağlamaq. Hər sanksiya paketi tətbiq edildikcə ağırlaşdırılmış şərtlər irəli sürülürdü. Birinci səfər neft-qaz sənayesinə vurulan zərbələr, ikinci səfər iqtisadiyyatına, üçüncü səfər ticarətinə, dördüncü səfər dənizçilik, beşinci səfər bank sektoru, maliyyə sektoru və bu şərtlərlə Rusiyanın müharibədən çəkindirmə ehtimallarını gücləndirməyi düşünürdü. Amma düşünürəm ki, bu müddət ərzində, hətta o dövrlərdə belə Rusiyanın iqtisadiyyatını tamamilə çökdürmək mümkünsüz bir şey idi. Çünki Rusiya iqtisadiyyatı dünya dövlətlərinin iqtisadiyyatlarının arasında ən önəmli yerə və ən önəmli paya sahib bir ölkədir. Çünki Rusiyanın ərazisi, coğrafiyası çox genişdir. İstehsal imkanları və resursları, təbii resursları həddindən artıq çoxdur və özlərinin daxili tələbatını ödəyəcək şəkildə istehsal edə bilmə kapasitəsi daha həddindən artıq çoxdur. 2022-ci ildə ümumilikdə nəzərdə tutulurdu ki, bu sanksiyalar qoyulduqdan sonra Rusiyanın iqtisadiyyatı sırf həmin il üçün, yəni 2022-ci il üçün ortalama 6,5-7% kiçilmə göstərəcək. Amma BMT-nin hesabatlarında və Beynəlxalq Valyuta Fondunun hesabatlarında bu öz əksini tapdı ki, Rusiyanın iqtisadiyyatı ortalama olaraq 3,4-3,5% həddində kiçilmə göstərmişdir. Moskvanın planları Qərbin həmlələrindən fərqli şey deyirdi. Rusiya ən böyük iqtisadi silahını işə saldı. Qaz və neft. Avropaya qaz tədarükünü azaltdı, eyni zamanda taxıl sazişindən çıxdı. Hər böhranın alternativini tapıb, hətta özü üçün Avropa İttifaqına rəqib olaraq formalaşdırdığı BRICS iqtisadi birliyini gücləndirdi. Qərbin maraqları fərqlidir və bir-birinə etibar etmir. Rusiyaya qarşıdırlar, amma açıq müharibəyə getməyəcəklər. Amerika Birləşmiş Ştatları və Avropanın münasibətləri problemli olduğundan vahid birlik yoxdur. Məqsəd bu vəziyyətdən tez fayda götürüb çəkilməkdir. Eyni ilə Rus kapitalistləri kimi. Birmənalı şəkildə birinci növbədə ticari əlaqələri zəiflədi. İkinci növbədə bank maliyyə resurslarında ciddi itkilər oldu. Rusiyanın Avropa İttifaqında olan 300 milyarddan çox resursuna aktivi donduruldu və bu o deməkdir ki, hətta xaricdə olan aktivlərindən istifadə imkanları birmənalı şəkildə azaldıldı. Eyni şəkildə neft-qaz sənayesinə, maşın avtomatika sənayesinə, bildiyiniz kimi bir çox avtomobil istehsalçılarının bazarları, hətta istehsal müəssisələri Rusiyada qurulmuşdu. Avropa İttifaqından sonra sanksiyalar qoyduqdan sonra həmin bu idxalın azalması artıq Rusiya Çinə tərəf yönəldi və bunu kompensasiya etdi. Və bu baxımdan Rusiyanın iqtisadiyyatının bir növ kiçildilərək böyüməsi strategiyasına getmiş oldu. Alternativ bazar axtarışına çıxmağı digər ölkələrlə Rusiya arasında müttəfiqlik və eyni zamanda əməkdaşlıq şərtlərini gücləndirdi. Rusiya yönəldi Çinə, Rusiya yönəldi Hindistana, Rusiya yönəldi Türkiyəyə. Kreml əskinasların savaşında baş-başa mübarizə aparsa da, Ukrayna elə bu sferada da faciəni yaşadı. Kiyev üçün oksigen balonu rolunu isə yenidən Qərb institutları oynadı. Zəncirvari enerji, nəqliyyat və ərzaq böhranı demək olar ki, bütün dünyaya müəyyən dərəcədə təsir göstərdi. Çünki pulun Ukraynaya axıb ardınca külə çevrilməsinin qarşısını almaq mümkün deyildi. Çünki verilən vədlərin üstündən keçmək olmazdı.
Əslində Ukraynanın iqtisadiyyatına baxsaq görərik ki, 2022-ci ili sadəcə 2022-ci ildə Ukrayna iqtisadiyyatı 29,8% kiçilmə göstərmişdi. Bu deməkdir ki, Rusiyadan fərqli olaraq Ukraynaya bu müharibənin şərtlərinin fəsadları həddindən artıq çox dəymişdi. Ukrayna da təbii ki, Rusiya kimi toparlamağa çalışırdı, amma buna baxmayaraq hər il 6%, 8%, 9% həcmində kiçilmə göstərmişdi və 2025-ci ilin statistikasına qədər müharibə başlayan dövrdən baxsaq, Ukraynanın ortalama olaraq iqtisadiyyatının 36-37% həcmində kiçilməsinin şahidi ola bilərik. Təbii ki, Ukraynaya da maddi yardımlar olunur. Amma bu maddi yardımların çoxu daha çox hərbi sənayenin intensivləşdirilməsi, hərbi sənaye baxımından olunurdu. İqtisadiyyatın dirçəldilməsi, iqtisadiyyatın ayağa qalxması baxımından verilən qrantların, eyni zamanda olunan maddi yardımların, ticari əlaqələrin böyük təsirləri o qədər də görünməmişdir Ukrayna üzərində. Devletler çıkarları doğrultusunda konsorsiyuma veya birliklere üye olurlar. Çıkarları yoksa yani her şey devletlerde, diplomaside kazan durumudur. Eğer bir kazanma durumu değil yoksa, eğer bir taraf sürekli kazanıyor, bir taraf sürekli kaybediyorsa, burada bir orantısızlık varsa bu dostluk belki soğuk diplomasi veya soğuk savaş dönemine alanına girer. Onun için Avrupa Birliği'nde de şu anda onlar bir yatırım yapıp biz kazanabilir miyiz? Avrupa Birliği olarak kazanabilir miyiz diye bir ümit içine girdiler. Avrupa Birliği'ndeki ülkelerin de artık Ukrayna'nın askeri giderlerini artık karşılamak istemediklerini, Zelenski'ye nakdi yardım yapmak istemediklerini, çünkü Zelenski ve ailesinin de nakdi olarak harcamaları dünya basında çok fazla yer aldı. Avrupa Birliği'ndeki liderler de artık yavaş yavaş Ukrayna'nın Rusya ile çatışma haline çok sıcak baktıklarını düşünmüyorum. Artık barışı hemen hemen herkes istiyor. Çünkü filmin sonunda, yani işin sonunda baktılar ki bizim elimize geçen bir şey yok. Qərb ölkələri arasında fikir ayrılıqlarının olduğunu görürük. Çünki bütün xalqlar müharibənin nə olduğunu başa düşmürlər. Əksər Avropalılar Rusiya-Ukrayna müharibəsi barədə yalnız xəbərlərdən eşidirlər. Onlar üçün bu çox uzaq bir hadisə kimi görünür. Amma bəzi Avropa dövlətlərinin siyasətçiləri Ukraynaya maliyyə yardımı göstərmək qərarını dəstəkləyirlər. Tərəflərin texnoloji gücünü də yarışdırdığı bu savaş növbənöv silah istehsalını təşviq etdi. Ukrayna Türkiyənin, Rusiya isə İranın pilotsuz uçuş aparatları ilə hücum etdi. Kiyev, Haymars və Atakams ilə silahlanarkən Moskva Zirkon və digər hipersəs raketlərinə əl atdı. Smart sistemlər ağıl işi olmayan müharibəni növbəti mərhələyə daşıdı. Virtual hücumlar və kiber təzyiqlər dövrün, zamanın qaydaları ilə həyata keçirildi. Savunma sanayisini ve savaş sanayisini geliştiren devletler ve pazarlayan devletler için bu savaş aslında bir gelir kaynağı. 40 yılda, 50 yılda böyle savaşlar olur. Eski teknikler çöpe atılır. Yeni teknikler, yeni silahlar, yeni harp teknikleri, savaş sanatları geliştirilir. Kendi köhnemiş savaş aletlerini, savaş teçhizatlarını ve harp tekniklerini bu savaş sayesinde Avrupa Birliği ile çatışmak. Çünkü Ukrayna'da da Avrupa Birliği'nin birçok harp tekniği ve silahı kullanıldı. Rusya da bu sayede dünyada kullanılan modern teknikleri, modern silahları, teçhizatları tanıyıp kendi modernizasyonu, argesini yaptı ve kendi savunma sanayisini geliştirdi diyebiliriz. Bu çok önemli çünkü. Rusiyanın Ukraynaya geniş miqyaslı işğalını dəf eləmək həm Ukrayna xalqının, həm də prezidentimizin verdiyi qərardır. Ukrayna xalqını buna heç kim həvəsləndirməyib. Rusiya geniş miqyaslı işğal və təcavüzə başlayanda beynəlxalq ictimaiyyətin reaksiyasını xatırlayıram. Bizə elə baxırdılar ki, elə bil ağır xəstəliyə tutulmuşuq və çox vaxtımız qalmayıb. Sonra Qərb dövlətləri ölkəmizin siyasi rəhbərliyinə helikopter təklif etdi. Lakin prezident ölkədə qalıb Rusiyanın hücumunu dəf eləməkdə qərarlı olduğunu bildirdi. Əgər o vaxt prezident Qərb ölkələrinə pənah aparsaydı, bütün Ukrayna böyük bir ixtişaşa qərq ola bilərdi. Müharibənin ən acınacaqlı aspekti isə humanitar böhran oldu. Savaş bütövlükdə regionun sosial, psixoloji və demoqrafik strukturunu dəyişdirdi.
ən şiddətli zərbəni hüzurlu həyatına bircə günün içində hücum çəkilən Ukrayna xalqı aldı. Şəhərlər bombalandı, yaşayış binaları, məktəblər, xəstəxanalar və infrastruktur dağıdıldı. Ciddi insan itkiləri yaşandı. Ülkenin insani buhran yaşamasının en büyük göstergelerinden birisi göçtü. Karabağ'da da, Hocal'da da gördük, Suriye'de de gördük. Ukrayna'nın sürekli dışarıya göç vermesi, bu ekonomik göç vermesi, kültürel göç vermesi, bilimsel göç vermesi veya siyasi göç vermesi, Ukrayna'daki yaşamın, günlük ve sosyal yaşamın veya politik yaşamın çok büyük sıkıntı olduğunu, savaşın insanları çok fazla korkuttuğunu ve sıkıntıya soktuğunu ve insanların artık buralardan kaçıp kendilerine yaşayabilecekler yeni ülkeler, rahat yaşayabilecekler yeni ülkeler bulmaları gerektiğini anlatmaktadır. Savaşın mizrağından qaçan Ukraynalılar Avropa ölkələrinə sığınmağa başladılar. BMT-nin 2025-ci il məlumatına əsasən 6 milyondan çox Ukraynalı Avropa İttifaqı ölkələrində müvəqqəti sığınacaq alıb. Eyni zamanda ölkə daxilində 4 milyona yaxın insan məcburi köçkünə çevrilib. Bu, Avropada 2-ci Dünya müharibəsindən indiyədək ən böyük miqrasiya böhranı hesab olunur. Desteklediği ülkelerden savaş haline göç alan ülkelere Avrupa Birliği Euro yardımı yapıyor. Kendi Avrupa Birliği fonlarından. Ukrayna halkı Ortodoks kimliğiyle öne çıktığı için, hani Ortodoks bir karakteristik yapısı olduğu için genelde Ortodoks ülkelere gittiler. Her ne olursa olsun bir ülkeyi yapılandırmak için var olan şey genç insan gücüdür. Genç insan gücü de ne yazık ki Ukrayna'da artık kalmıyor. Ya savaşta ya göçle gidiyor. Savaşın fiziki dağıntılarını süpürüb təmizləmək uğurlu həll yollarından keçir. Yəni mümkündür. Lakin onun uzun müddətli təsirləri yəqin ki hələ yaşayacaq. Artıq Ukraynanın demoqrafik quruluşu dəyişib. Gənc nəsil Avropada məskunlaşıb və geri dönmək istəkləri azalıb. Bütöv bir nəsil müharibə travması ilə böyüyür. İtkin düşənlərin və əsirlərin mübadilə məsələsi isə hələ də tam həll olunmuyor. Я думаю, уеду, потому что запад Ukraynaya edilən yardımlar ölkəni borc tələsinə salır. Qərb heç nəyi pulsuz vermir. İkincisi, müharibə həm faciədir, həm də biznes. Qərbdən gələn pullarda Kiyevdə maraqlı olan tərəflər var və vəsaitlər maraqlara uyğun bölüşdürülür. Nəticədə həm mənəvi, həm də maliyyə yükü xalqın üzərinə düşür. Ona görə də Ukrayna əhalisi prosesi mümkün qədər tez bitirmək istəyir. Поэтому Украина заинтересована тоже как можно быстрее все это завершить. İnsan her acıyı unutabilir. Zaman her insana her acıyı unutabilir. Toplumların hafızaları çok derin değil aslında. Savaşta bir kuşak belki hatırlar ama ikinci kuşak eğer eğitim milli değilse veya işte eğitimde, okullarda bu savaş insanlara nedenleri, sonuçları, yaraları çocuklara anlatılmazsa eğer Ukrayna halkı da çok çabuk unutabilir. O ülkenin yani savaştan sonra kurulacak hükümetin eğitime vereceği, yaklaşacağı tavırla ilgilidir. Müharibə təkcə meydanda deyil, hüquqi aspektdən də gedir. BMT və Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər də təsadüfi edilməyib. Rusiyanın Ukraynada apardığı savaşı ədalətsiz hesab edənlər vəziyyəti fürsət bilərək Kremlin mühakiməsini tələb etdilər. 2023-cü ilin mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin həbs edilməsinə görə ittiham orderi qəbul edildi. Bəs bu order varsa niyə həbs olunurdu? Həmin orderi icra etmək vəzifəsi Beynəlxalq Cinayət Məhkəməsini tanıyan, üzv olan dövlətlərin vəzifəsidir. Hardasa 125 dövlətdir bu. Lakin böyük dövlətlər Çin, Rusiya, ABŞ, Hindistan, İran və s. bunlar Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyillər. Və həmin orderdən sonra Rusiya prezidenti Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan ölkələrin ərazisinə səyahət etməkdən çəkindi. Amma burada bir maraqlı məqam da var. 2024-cü ilin sentyabr ayında Rusiya prezidenti
Beynəlxalq Cinayət Məhkəməsinin üzvü tanıyan dövlət olan Monqolistan dövlətinə səfər etdi. Bu da böyük bir rezonans doğurdu. Monqolistan dövləti isə buna siyasi səbəblər gətirdi ki, bizim enerji asılılığımız çoxdur Rusiyadan, ona görə biz bunu edə bilməzdik. Bir çox dövlətlər bu müharibənin onlara təsir etməyəcəyinə, beynəlxalq hüququn tətbiqi üçün yeni mexanizmlərin qurulacağına ümid eləyir. Mən başa düşürəm ki, 2-ci Dünya müharibəsindən sonra işğalçı ölkələrə cavab vermək üçün yaradılan beynəlxalq qurumlar hazırda öz məqsədini həyata keçirə bilmir. Təbii ki, biz istərdik ki, beynəlxalq tərəfdaşlar və institutlar həm Rusiya, həm də Kreml rejimini dəstəkləyən dövlətlərə daha tutarlı və qəti cavab versin. Məsələ bundadır ki, sülh təmin edilsə, hüquqi qərarlar verilsə, beynəlxalq razılaşmalar əldə olunsa belə, bunlar münaqişənin sonlanması üçün kifayət deyil. Yəni, yaşananların haqqı hesabı asanlıqla bağlana bilməz. Amma gələcəkdə nizamın təmini üçün bu addımlar çox əhəmiyyətli rol oynaya bilər. Atılan hər konstruktiv addım sağalma mənasına gəlir. Deməzdim ki, ümumiyyətlə beynəlxalq hüquq işləmədi. Çünki Rusiyaya qarşı həqiqətən də güclü iqtisadi sanksiyalar tətbiq edilibdi. Düzdür, həmin iqtisadi sanksiyalar qısa müddətdə nəticəyə hesablanmayıb, onlar daha çox uzun müddətli perspektivə hesablanırlar. Ona görə, amma bütövlükdə bəli, qeyd etmək lazımdır ki, bu həmin müharibə göstərdi ki, beynəlxalq hüquq daha çox kağız üzərində möhkəmdir, amma icra mexanizmi olaraq təəssüf ki, çox çatışmazlıqları var. Diplomatik səpkidə isə vəziyyət bir qədər qeyri-müəyyəndir. Ortada istək olduğu anlaşılır. Lakin onun icra mexanizmi ilə bağlı çətinliklər çoxdur. Eləcə də nifaqın sona yetməsi üçün təklif olunan planlarda. Gəlin burada bir neçə əsas ssenariyə nəzər yetirək. Rusiya hərbi əməliyyatları dayandırır və müəyyən əraziləri Ukraynaya qaytarır. Müharibə döyüş xəttində davam edir, lakin qısa müddətli humanitar razılaşmalar olur, status quo saxlanılır. Rusiya müəyyən əraziləri özündə saxlayır, Ukrayna isə Avropaya inteqrasiyanı davam etdirir. Rusiya yenidən strateji hücumlar başladır, Ukrayna qərbdən hərbi dəstək alır, savaşda növbəti mərhələyə keçid edilir. Filistin Orta Doğu'nun sopasıydı, Arap ülkelerine sopasıydı. Ukrayna'da dünya siyaseti de böyledir. Bu savaş bel ağrısı gibi Avrupa'da zaman içinde kendisini gösterecek, bazen alevlenecek, bazen duracak. Ama ne Rusya işgal ettiği veya aldığı toprakları geri verecek, ne Ukrayna artık ben buraları geri istiyorum diyebilecek. Böyle duracak, dönem dönem çatışma haline gelecek, sıcak çatışma, dönem dönem soğuk çatışma halinde kalınacak. Avrupa Birliği devletlerinin nasıl diyorlar Azerbaycan'da başa kakınçı olacak. NATO'dan çıkmak isterseniz orada Rusya var. Ukrayna'ya yaptığınız size de yapacak. Ən real ssenari bütün Ukrayna ərazilərinin işğalçılardan təmizlənməsidir. Qarabağ və ətraf rayonlar işğal altında olanda Azərbaycana da pozitiv proqnozlar vermirdilər. Amma Azərbaycan buna baxmayaraq öz ərazi bütövlüyünü bərpa edə bildi. Düşünürəm ki, bütün Ukrayna xalqı da bütün ərazilərinin işğaldan azad olunduğunu görmək istəyir. Müharibə 2014-cü ildə başlayanda Rusiyanın təcavüzü Donetsk və Luqansk vilayətlərinin, Krımın işğalı zamanı mən məktəbli idim. O vaxt bütün Ukraynanı gəzə bilməmişdim və bəzi şəhərlərdə, indi işğal altında olan ərazilərdə heç vaxt olmamışam. Mən də bütün Ukraynalılar kimi Donetskə, Luqanska, Krıma getmək istəyirəm. Bu bizim haqqımızdır və biz bu haqqı mütləq gerçəkləşdirəcəyik. Kesinlikle Putin ve Trump Avrupa Birliği devletlerini böyle masada istemiyor. Sulhu Trump imzalatacak. Belki bir memorandum yapılacak, sonra düzenlemeler yapıldıktan sonra imzalanacak ama Avrupa Birliği devletleri bu işe hiçbir şekilde dahil olmayacak. Müharibənin nöqtəsinin hansı misrada qoyulacağı hələ məlum deyil. Rusiya öz qaydalarını yazmağa, Ukrayna qələmini itiləməyə, Qərb isə növbəti bənddə qafiyənin tək yoxsa cüt gələcəyini gözləməyə davam edir. Bütün hallarda səfası böyük başlara, cəfası qara cəmaata düşür bu savaşın. Keçmişin zəncirlərindən qurtulmaq üçün vurnuxan quzu bəlkə də elə qurdun özünə əmanət edilir bu oyunda. Onu isə zaman göstərəcək.